Gümüş bir nitrat və natrium xloridin suda məhlulları arasında baş verən reaksiyanın qısa yöntəminin əmsalları cəmini tapın deyir. Gümüş bir nitrat, argentium NO3, üstəgəl natrium xlorid. Buradan alınır gümüş bir xlorid çöküntüsü və natrium nitrat alınır. Tam yöntəmliyini yazanda gümüş bir nitrat dissosiasiya eləyir. Suda həll olan duzdur, gümüş və nitrat iyonlarına. Natrium müsbət, xlor mənfidir. Buradan gümüş bir nitratı çöküntüdür, iyonlara ayırmırıq. Natrium müsbət və NO3 mənfi. Burada da eyniləri biz ixtisar edirdik. Bunlar da getdi. Qısa yöntəmliyində gümüş müsbət qaldı. Xlor mənfi. Bu tərəfdə də gümüş bir xlorid çöküntüsü. Qısa yöntəmin əmsalların cəmi 1, 1, 1. Yəni 3 cavabımız C variantı.